Ata, Bəli oğlum. mən sən maşını yararsız vəziyyətə salmışam. Maşının artıq yararlı deyil. Aa, Bilirəm ata, əsəbisən, amma çox üzr istəyirəm, nə olar? mən ona əsəbi deyiləm. Hadisə yerində mənə niyə zəng eləmədin, hə? Ya sənə bir şey olardı, mən neyini yerdim? Bir də ki, sənin pul çamadan var idi içində. O da hamısı dağıldı yolda. Cəhənnəm olsun, pul çamadanı səndən vacib deyil. Ya sənə bir şey olardı? Nə qulluq eləyim sənə? Məndən sən ata. Sən bomba oğlansın da, mən sənə qulluq eləməliyəm. Saat 7-dən mən onu qoymuşam marazinkaya ki, sıxıram onu ki, içim mən. Sən gəlib onu içirsən, içməyin cəhənnəm olsun. Onu doldurub niyə yerə qoymuşsan, hə? Mənim yadımdan çıxdı da, Hə? ata, nə qədər? Dala get. Getdim. Gör oradan mən su dolduran başını oxşuram, hə? Ata, nə dəxli var ya mənə? Xeyirsiz bu. Ay, tanağır O maşının nakladkası yiyildi. Yaxşı nakladka var idi, barter eləməyə səndən. Eləmədim, peşmanam, yanıram. Onu doldurub niyə yerə qoymuşsan? Ata, bağışladan qurban olum, yaxşı. Hani bu bağışlanmaz bu xəyanət. Anne, çox aslan, ay, mən suya görə soxurayım mı? Ay benzini bana beni yandıracağım ben bunu.